İndi isə daha ətraflı Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər ABŞ prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton sülh samitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin iki tərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanılmasının vacibliyini qeyd ediblər. Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar iki tərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər iki tərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanlar araşdırmağı davam etdirmək barədə razılığa gəliblər. Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişlənməsinin zəruriliyi barədə razılığa gəliblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, iki tərəfli normallaşma prosesinə dəstək məqsədi ilə təmasları davam etdirmək barədə razılığa gəliblər.